Mən Ağayev Rauf Əlisoğlu, Lənkəran şəhər Ürgə kəndində anadan olmuşam. Boksa ilk həvəslərim Cənub Regional Boks Məktəbində Avropa və Dünya mükafatçısı Azər Məmmədov və Olimpiya iştirakçı Avropa və Dünya mükafatçısı Cavid Tağıyevə baxarkən həvəsə başlamışdım, boksa başlamışdım. Bu illər ərzində 27 ildir ki, boksla məşğulam. Bu illər ərzində həvəskar boksdan Respublika və beynəlxalq yarışdan qalib və mükafatçıyam. Uşaqlıqdan peşə boksa həvəsim olduğuna görə 2010-cu ildə Rusiyanın Sankt-Peterburg şəhərində ilk döyüşüm Estoniyalı boksçuya qarşı olub. Estoniyalı boksçu 45 döyüş keçirməsinə baxmayaraq mənim ilk döyüşüm onunla üzə gəldim. Xal hesabı ilə qalib ayrıldım. Bu illər ərzində 2010-cu ildən 2025-ci hal-hazırda dünyanın demək olar ki, hər bir yerində, Amerikada, Avropada, Asiya qitələrində, Ərəb Əmirlərində, Rusiyanın hər bir şəhərində 70-ə yaxın döyüş keçirmişəm. Onlardan 55-ni qalib olmuşam. Bu peşə boks bildiğiniz kimi həvəskar boksdan seçilir. WBC Avropa Asiya kəmərlərinin sahibiyəm. Peşəkar boksçumuz Rauf Ağayev WBCA kəmərini qazandı. 55 kiloqramda döyüşən idmançımızın əsas rəqibi döyüşə bir gün qalmış imtina etdiyinə görə Ağayevin qarşısına ondan təxminən 20 kiloqram ağır Çexiyalı Yosef Holb çıxarılıb. Buna baxmayaraq idmançımız rəqibi qarşısında tab gətirə bilib. Ağayev 4-cü raundda Holbu nakauta uğradı. WBCA Heydər Əliyev Grand Prix kəmərlərinin sahibiyəm. Heç də peşman deyiləm boksa gəlməyimə. Buradan fürsətdən istifadə edib valideynlərlə, Xəzər rayonu ərazisində yaşayan valideynlərə müraciət edirəm ki, bizim zalımız, özüm də hal-hazırda Neftçi İdman Klubunda çalışıram. Neftçi İdman Klubunun bir seksiyasını açmışıq Binəbolluqda, Mübariz İdman Klubunun yanında. Valideynlərə müraciətim ondan ibarətdir ki, qorxmasınlar, övladlarını boksa göndərsinlər. Boksla məşğul olub ölkəmizi xarici ölkələrdə gözəl təmsil edib, yüksəkli ayıldırdı bayrağımızı yüksəklərə qaldırıb himnimizi səsləndirsinlər. Buyurun, gələ bilərsiniz. Xəzər rayonu Binəbolluqda Mübariz İdman Klubunun yanında yerləşir zalımız. Bütün valideynlərə Binə ərazisində, Mərdəkan ərazisində, zona ərazisində yaşayan valideynlərə fürsətdən istifadə edib müraciət edirəm ki, uşaqların göndərsinə idmanla məşğul olsunlar.